Dostlar, xoş gəlmisiniz. İlkin və İlkanə xanım bizim Görək ChatGPT nə deyir verilişin 3-cü buraxılışına necəsiniz, özünüzü necə hiss edirsiniz? Çox sağ olun çağırdığınız üçün. Mənim ən böyük arzum olub verilişə gəlmək həmişə. Buyurun İlkan xanım. Mən də təşəkkür edirəm. Hamı gəlirdi, paxıllıqlarını edirdim. Düşünürdüm ki, mən nə vaxt gedəcəm görəsən. Təşəkkür edirəm dəvətiniz üçün. Verilişin qaydalarını bilirsiniz, yoxsa qısaca izah edeyim? Bilirik. Amma Tamam. izləyicilər üçün məncə izah Amma edəcək. izləyicilər üçün də izah eləyək. Sizə bir neçə söz hazırlamışıq hərənizə və o sözü mütləq şəkildə dolayı yollardan istifadə edib ChatGPT-yə izah eləməlisiniz və bunun üçün hərənizin 30 saniyə vaxtınız olacaq. İlkin başlasın, onun biabırı olsun izləyək. Mən elə bil əvvəlki sözü 30 yox 15 saniyə desəm. 15 saniyə sonra o birisi 30 saniyə üstünə gəlir. Yox, gəlmir. Elə söz yox. Birinci söz əl çirkidir. Ay Allah. İki sənə bir söz birləşmək istəyəcəm. İki sözdən ibarətdir. Birinci söz insan orqanıdır. Yuxarı ətraf əzalardan biridir. Barmaq var bunda 5 dənə. Birinci söz də 2 hərfdən ibarətdir. İkinci söz isə zibilxana ətrafında ümumiyyətlə insanlar hansı halda çimirlər, bədənləri kirlənəndə çimirlər və bu söz kir sözünün sinonimidir. Başa düşdüm. Deməli, birinci söz yuxarı ətraflarımızdan biri, yəni qoldur, 2 hərfli. İkinci söz isə çirkin sinonimi olan bir sözdür, yəni kir deyə bilərik. Demək, bu söz birləşməsi qol kir olmalıdır. Yox, mən çirk sözü deməmişəm. Bu tam tərsini götürür və qolun barmağı olmur da, barmaq yadından çıxıb. Sıfır xavuzlar Mən hazırdır. heyecanlandım İlkan. Sizin ona izah etməli olduğunuz mürəkkəb söz kəllə qənddir. Vaxt getdi. Deməli, bu söz birləşməsində birinci söz beynimizin olduğu bədən orqanları, sümük orqanımızdan biridir. Beynimiz həmin sümük orqanının içində olur. İkinci söz isə şəkərin preslənmiş halda çayın içinə atılaraq istifadə olunduğu bir sözdür. Zəhmət olmasa bu söz birləşməsini ən yaxşı halda tap. Əmr ver deməli. Aydındır. Yəni, birinci söz başımızın içindəki sümük, yəni kəllədir. İkinci söz isə çayın içinə atılan preslənmiş şəkər, yəni qəndi. Beləliklə, bu söz birləşməsi kəllə qənddir. Təbrik edirik, təbrik edirik. Görsən Nə oldu? İlkin, görsən gözünə sual, görsən. Quruş, Əslində elə belə sən- evlənməmişik ha. İlkanə xanım, sizin bir xalınız var, təbrik edirik sizi. Növbəti söz birləşməsi dilotu yeməkdir. Oy davay. Pas. İlkan davam elə. Elə söz yoxdur. Elə söz yoxdur. Elə söz yoxdur. Dilotu yemək. Dilotu yemək. Bu an Hangover-dakı o səhnə var, beyində belə rəqəmlər falan gəlir. Getdik. Bu Azərbaycan dilində frazoloji birləşmədir. Çox danışanlar haqqında deyilir. Ümumi olaraq hər hansı bir bitkini çeynəyib qəbul eləmək mənasındadır. İki sözdür. Birinci söz bitkinin adı, ikinci söz isə onu çeynəyərkən edilən prosesdir. Bitkinin adına dair bir ipucu verərdin də. Özü tapsın. ChatGPT ilə yarışmırsan, mənlə yarışmırsan. Tamamilə başa düşdüm. Yəni, bu frazeologizmdə çox danışan adamlar nəzərdə tutulur və bitki olaraq saman seçilir. İkinci sözdə onu çeynəmək prosesidir. Yəni, bu ifadə saman çeynəməkdir. Güzel tapdıq. Çox gözəl. Bu bilmir ya. İlkin, bundan sonra ancaq saman çeynəmə deməlisən. Elə bir ki, saman çeynib üstümə Saman gəlmişsən. çeynəyib. Bəli. İlkanə, sənin növbəti tapmalı olduğun söz birləşməsi keçi inadıdır. Deməli, bu söz birləşməsində birinci hissə heyvandır. Həmin heyvanın südünü sağırlar. Həmin heyvan əsasən Yunanistanda adalarda yaşayır və onun həm südündən, həm pendirindən istifadə edirlər və buynuzları var həmin heyvanın. İkinci hissəsi isə bir insanın başqası ilə öz fikrini dirəşib, öz fikrini yeritməyi kimi ifadə olunan bir ifadədir. Məsələn, bu heyvanın filan şeyi deyə dirəşən adama deyirlər ki, səndə bu var. Allahını sevərsən. Aydındır. Deməli, bu heyvan əsasən Yunan adalarında yaşayan, südü və pendiri istifadə edilən buynuzlu bir heyvandır, yəni keçidir. İkinci hissə isə fikrini dirəşmək, yəni mübahisə etmək kimi bir ifadədir. Beləliklə, bu frazeoloji birləşmə keçi inadkarlığı olur. Bax, tapdıq. Allah, möhtəşəm, möhtəşəm. İlkin, mən artıq bilmirəm sənə nə deyim. Mən evdə otururam, İlkana pul qazanır, biz xərcləyik. Hiss olunur. Sən ümumiyyətlə yəni o izah eləmək Mən heç nə eləmirəm. Qətiyyən. Növbəti sənin izah etməli olduğun
frazeoloji, mən dilim dolaşdı. Frazeoloji birləşmə fil qulağında yatmaqdır. Çox asanda oldu. Kəllə qəndi izah elədi, keçi inadını izah elədi. Yaxşı. Özdə bizə necə, yəni Yunanistanda yaşayan, bundan o tərəfə elmi yanaşma yoxdur. Mən də elə gedəcəm. 3 sözdən ibarətdir. Birinci söz savannada yaşayan ən böyük heyvanlardan biridir. Ən böyük heyvandır. Onun eşitmə orqanının içində yuxuya getmək. Bunu düz formada denən. Yəni savannada yaşayan ən böyük heyvan fildir. Onun eşitmə orqanı qulağıdır. 3 sözlə desək bu ifadə filin qulağında yatmaq olur. Yəni tam olaraq bunu deyirik. Bəs bayaqdan şikayət edirdim, görsən sadədir. Siz mənim üstümə gəlmişsiniz ki, yola verirsən. Bilir də uşaq. Çox danışırsan ChatGPT-dən gündəlik həyatda. Məndən çox ChatGPT-ilə danış. ChatGPT-dən mən ancaq nəyisə... Sən nə danışırsan ki, izah edə bilmirsən bayaqdan? İlkən sənin ona izah etməli olduğun söz birləşməsi göpa basmaqdır. Vaxt getdi. Deməli, bu söz birləşməsində əsgərlikdən gələn kişilər danışanda istifadə olunur onlara qarşı. Əsgərlikdə olmayan hadisələri olmuş kimi ifadə eləyirlər. Məsələn, mən komandirin otağına qapını vurdum, girdim falan. Onların bu tərz danışmağına bu sözlə qarşılıq verilir. Yaxşı da, yəni bunu eləmə də. Həmin sözdə kobud bir ifadədir. Filan şeyə itələmək kimi mənasına gəlir. Bunu ümumiyyətlə başqa cür Küləkləmək deyəcək. Çox tanış bir ifadədir. Yəni əsgərlikdən gələnlər bəzən olmayan hadisələri şişirdib danışanda onları biraz qobud şəkildə götür bas deyirlər. Yəni bir ifadədir. Bax bunu nəzərdə tutursan və bu da tam yerinə düşür. Elə Bakıda təzə avtobus xətti açılmadı da götür bas. Yol üstü elə götür basdan. Ümumiyyətlə, mən fikir verdim ki, uzun söz birləşmələrini sən nəsə maraqlı izah edirsən, frazeoloji birləşmələri. Bu dəfə sənin izah etməli olduğun frazeoloji birləşmə cəhənnəmin isti bucağıdır. 3 söz deyəcəm sənə, ilk ikisinin antonimini de. Birinci söz cənnət, ikinci söz soyuq. Üçüncü sözdə iki şuanın əmələ gətirdiyi şey, amma həndəsədə, fiziki həyatda yox. Fiziki həyatda kölgədir. Həndəsədə başqa şey. Üçbucağın neçə dənə ondan var? Vaxt bitdi. Deməli, birinci sözün antonimi cənnətin əksi cəhənnəmdir. İkinci sözün antonimi soyuğun əksi istidir. Üçüncü söz isə həndəsədə iki şuanın əmələ gətirdiyi şey, yəni bucaqdır. Yəni bu üç söz birlikdə cəhənnəm isti bucaq olur. Cəhənnəm isti bucaq. Yəni okey də bu qədər də yoxdur. Cəhənnəm isti bucaq. İlkanə ona ağır sözlər izah. Göpa basmağı belə idirəşdə başa düşəcəkdi o. Yəni götür bası başa düşdü, göpü başa düşmədi. Mən danışa bilmirmişəm. Bu verişin altına bildiyiniz nitq müəllimləri. Sponsor logoped götürün də olmaz. Logopedə var. Hazırda hesab 2-2-dir və sənin izah etməli olduğun söz birləşməsi qohum əqrabadır. Deməli bu söz birləşməsi iki hissədən ibarətdir. Birinci hissəsi Azərbaycan dilində qan bağı olan adamlara deyilir. İkinci hissəsi isə türkcə qan bağı olan adamlara deyilir. Yəni türklər qan bağı olan birinci, ikinci dərəcəli ətraflarına bu sözü deyirlər. Onlar bizim filan şeylərimizdir. Azərbaycancada birinci hissəsi deyilir. Onlar bizim filan şeylərimizdir deyə. Bu adamlar ana tərəf olur, ata tərəf olur. Ana nəslindən gələn əlaqələrimiz olur, ata nəslindən gələn əlaqələrimiz olur. Bunların hamısını ata tərəf, ana tərəf hamısını birləşdirəndə bu söz birləşməsi olur. Yəni bu söz birləşməsində birinci hissə Azərbaycan dilində qohumluq əlaqəsi, ikinci hissə isə türkcə qohumluq əlaqəsi üçün işlədilən sözdür. Türklər akraba deyirlər, biz isə qohum deyirik. Bunların hamısını birlikdə qohum akraba kimi ifadə edirik. Yəni həm ana tərəfi, həm ata tərəfi bütün qohumluq əlaqələrinə qohum akraba deyə birləşdiririk. Mən təbrik edirəm İlkanə. Bax, artıq sənin sonuncu şansındır İlkin. Bunu cavab verməsən İlkanə qaribdir. 100% uduzmusan. Mən sən qəsdən çox çətin bir söz deyəcəm. Siz ikini ona deyin, üçü sonra mən bir də şov olsun deyə təzədən. Oba! Onda üçü sonra mən izah eləyə bilməsəm, bu izah eləyə. Göz dağı vermək. Aha. İki sözlü söz birləşməsidir. Birinci söz insanın görmə orqanı,
İkinci söz təpənin biraz da böyük versiyası 3 hərfli. Bəli, anladım. Yəni birinci söz insazın görmə orqanı olan gözdür. İkinci söz isə təpənin biraz daha böyük versiyası, yəni dağdır. Beləliklə bu ifadə göz dağı olur. Ah, tam yerinə düşdü. Özü də tərifləyir araya salır. Bax tam yerinə düşür. Yəni sənin izah etməli olduğun frazeoloji birləşmə qışın oğlan çağıdır. Şov yapıyordun. Hadi şov bak. yap. Hadi, Bana bakma, sana soruyorum. Sütül oğlan falan deməmişəm, çox olduram. Sütün sözünü deyirsən. Deməli bu söz 3 hissədən ibarətdir. Birinci söz də mövsümdür. Həmin mövsümdə qar yağır. İkinci söz qızın antonimidir. Qız sözünün antonimidir. Erkək mənasına gəlir. Üçüncü söz buz dövrünü türkçə ifadə eləyəndə dövr sözünü əvəz elədiyimiz sözdür. Məsələn, buzul nəyi həmin sözdür. Zəhmət olmasa bu söz birləşməsini tap. Tamamilə aydındır. Yəni birinci söz qar yağan mövsüm, yəni qışdır. İkinci söz qız sözünün antonimi, yəni oğlan və ya oğuldur. Üçüncü söz isə buz dövrünü ifadə edərkən istifadə olunan çağ sözüdür. Beləliklə bu ifadə qış oğul çağı olur. Qış oğul çağı. Daha hamısını düz tapıb birləşdirəndə səhv birləşdirdi. Mən niyə? Tamam, düz tapmısan. Yəni okey, biraz gülməli olduğu üçün güldük. Qış oğul Amma çağı. ümumilikdə Mən Naxçıvanlıyam, benim üçün də. yox, sən qalib gəldin də orada. Onu mən alqışlayaq da xahiş edirəm. Sən Şov yaptı. şov yapdı. Qış Təbrik oğul edirəm. çağı. Dostlar, təşəkkür edirəm sizə. Çox sağ olun. Minnətdaram. Təşəkkür ederim. İzləyicilərimizə son olaraq nəsə demək istəyirsinizsə, 1 dəqiqə vaxtınız var. Məncə öz dost qruplarında da bu oyunu oynaya bilərlər. Çox əyləncəlidir. Hələ ChatGPT-nin arada başın getməyi daha da əyləncəlidir. Yaxşı, 30 saniyə vaxt qoy. Deməli, videonun altında sağ və ya sol hissələrdə olur. Biri basanda kanaldakı videolar daimi yüklənəndə sizə bildiriş gəlir. Birində basanda bu videonu sidqi ürəkdən bəyənmiş olursunuz. Sağ olun. Tək ki, bütün qonaqlar sənin kimi olardı. Sağ olun dostlar. Sağ olun.